Əziz Əqrəb bürcləri və xüsusən də yüksələn bürcü Əqrəb olanlar, gəlin görək 2026-cı ildə sizi nələr gözləyir. Əziz Əqrəb bürcləri 2026-cı ildə 11-5-14 tutulmalarınız baş verir. 14 tutulmalarınız ailə, ev, yuva mövzularını gündəmə gətirir. Ailə ilə bağlı, yuva ilə bağlı dəyişimlər yaşaya bilər, yeni bir yerə köçə bilər və ya həyatınızda bu mövzularla bağlı transformasiyalar yaşaya bilərsiniz. 2026-cı ildən etibarən evlənə bilərsiniz, ailə qura bilərsiniz, karyera dəyişdirə bilərsiniz, iş həyatınızda dəyişim ola bilər. Statusunuzda dəyişim ola bilər. Bu sadəcə 2026 yox, 27-yə də yansıya bilər. Yəni 25-in sonu 26-27 kimi tutulmalar güclü bir şəkildə təsir edir. Evinizi dəyişdirə bilərsiniz, yaşadığınız yeri, ailə, ev, yuva, evdəkilərlə bağlı dəyişim ola bilər. Və dediyim kimi, karyera, iş, güc, statusla bağlı transformativ enerjilər var. Ata-ana da eyni şəkildə gündəmə gələ bilər həyatınızda. 11-ci, 5-ci ev tutulmalarınızda onsuz da 2025-ci ildən başlamışdı. Bəlkə 2025-də, bəlkə 2026-da, bəlkə 27-yə çox yansımaz. 25 və 26-da bu mövzularda da 27-yə də biraz yansıya bilər. Dəyişim küləkləri həll etməyə davam edəcək. Bunlar nələrdir? Xüsusən unutmayın ha, əziz əqrəblər. Əsasən çalışın yüksələn bürcünüzə qulaq asın. Ən düzgün yüksələn bürcü olur həmişə, ən proqnozların düzgün olduğu. Demək 11-5 tutulmalar nələrdir? Dostluqlar, sevgi, eşq, flört, ümidlər, arzular, xəyallar, arzularınız, bunlarla bağlı transformativ və dəyişdirici enerjiləri aktivləşdirir. Belə ki, bu ərəfədə, yəni bu 25-dən də başlayıb təsiri, dostluqlarınızla bağlı həyatınıza girən dostlar, çıxan dostlar, ya da sevgi, flört, eşq mövzularında dəyişimlər bu dönəmlərdə, belə deyək, çox daha aktivdir, çox daha güclüdür, çox daha qüvvətli enerjilər var. Bununla yanaşı həm də onu bildirməliyəm ki, 11-ci ev tutulmaları ümidlərimiz, arzularımız, xəyallarımız və bura açılan qapıları təmsil edir. Yəni xəyallarınızı, ümidlərinizə gedən yol daha açıqdır və qapılarınız çox daha açıqdır və bu mövzularda dəyişimlərdə yaşaya bilərsiniz. Yəni karyeradan ailəyə, dostluqlardan sevgiyə, flörtə, uşaq istəyirsinizsə uşaq, bir çox mövzuya təsir edən gözəl tutulmalara, güclü tutulmalara sahibsiniz. Sadəcə şirbuğa, daha doğrusu şir, dolça tutulmaları biraz sizə sərt təsir edə bilər və sərt dəyişimlər gətirə bilər. Yeri gələndə gözəl, dəstəkləyici, rahat dəyişimlər yaşayacaqsınız. Yeri gələndə sərt dəyişimlər yaşayacaqsınız. Amma siz onsuz da Əqrəb bürcüsünüz, öyrəşmisiniz belə şeylərə. Bundan əlavə olaraq Yupiter bir dönəmdəki 9-cu evinizdə idi və 10-cu evinizə keçəcək. 2026-cı ilin ilk 6 ayında xaricə getmək, dini, mənəvi, ruhani inkişaf eləmək, akademik mövzularda uğurlar qazanmaq, fəlsəfi, hüquqi mövzularda uğurlu olmaq gündəmdə ola bilər. Bunlardan biri ya da bir neçəsi. Yəni yeni bir akademik təhsil ya da bir şeylə bağlı uğurlar qazana biləcəyiniz kimi xaricə də gedə bilərsiniz, xaricə köçə bilərsiniz. Ya da xarici mövzularda gündəmə gələ bilər. 2026-cı ilin ikinci yarısından etibarən isə Yupiter sizin 10-cu evinizə keçəcək və bu dönəmdə karyera, iş, güc gündəmdə olacaq və karyeradan yana olduqca uğurlu olacaqsınız. Karyeranızda yüksəliş, uğur qazanma, daha yüksək yerlərə gəlmə, daha yaxşı yerlərə çatmaq kimi ehtimallar daha yüksək olacaq sizin xəritənizdə. Yəni ki, karyeradan, statusdan və bir çox mövzudan yana 2026-nın ikinci 6 ayında şans sizdən yanadır. Bundan əlavə, əziz əqrəblər, Saturn sizin 5-ci evinizdən çıxıb 6-cı evinizə keçir. 2026-cı ildən etibarən biraz sınana biləcəyiniz mövzu ya iş həyatı, ya sağlamlıq, ya günlük rutinlər, ya diyet, qidalanma, ya da ev heyvanları ola bilər, xəbəriniz olsun. Uşaqla bağlı ya da sevgi ilə bağlı bir probleminiz var idisə, bunlar ehtimal ki, özünü artıq buraxacaq və həyatınızdan şəfalanacaq, dəyişəcək, təmizlənəcək. Əziz əqrəblər, yanvar ayına baxdığım zaman yanvar ayında enerjilər sizin üçün güclüdür. Yanvar ayında daha özünüzə güvənli və güclü ola bilərsiniz. Ailə, ev, yuva mövzuları bol-bol gündəmə gələ bilər və evinizi dizayn və s. eləmək istəsəz də yanvar ayında bu bol-bol gündəmə gələ bilər. Yanvar ayında əqrəblər karyera ayda çox yönəliyi ola bilərsiniz bu arada. Ailə və karyera gündəmdə, amma əsasən ailə. Fevral ayından baxdığım zamansa yeni ailə, ev, yuva mövzuları həyatınızda gündəmdədir. Enerjiniz ailəyə, evə, yuva, bəlkə ev almaq istəyirsə bu mövzulara yönəlmiş ola bilər, yönələcək ola bilər. Bundan yanaşı tutulmada 4-cü evinizdə olacaq. Yəni ailə, ev, yuva ilə bağlı transformativ enerjilər var. Yanvarın sonu, fevralın əvvəllərsə karyera mövzularınız gündəmə gələ bilər. Mart ayındasa duyğusallaşırsınız, həssaslaşırsınız, emosionallanırsınız. Karyeranın, işin gücün başına buraxıb biraz daha sevgiyə, eşqə, flört ya da uşaqlara yönəlirsiniz. Daha belə duyğusal, minnoş takılacağınız vaxtlarda Mart ayında da tutulma olur və Mart ayının 30-undan etibarən, yəni bütün aprel boyu Venera 7-ci evinizə keçir. Ciddi münasibət,
eşq, evlilik, ortaqlıq işlər, bu mövzularda çox daha şanslı olacağınız bir dönəmdə. Aprel ayına baxdığım zaman enerjiniz olduqca yüksək və güclü ola bilər. Bir ara yuxularınız çox qarışacaq aprelin əvvəlləri, xəbərçi yuxular, ruhani mövzularla belə iç-içə ola bilərsiniz. Aprelin 9-undan sonra biraz xəstələnə bilərsiniz, qızdırmaya və s. qripə meyillisiniz, əzəl ağrılarına və s. Və seksuallıqdan yana aprelin 9-undan sonraki dönəmdə ehtiyatlı olun. Cins xəstəliklərə demirəm yaşayarsınız, amma daha meyilli bir dönəmdə əqrəb bürcləri üçün siz ehtiyatlı olun. Aprel ayının əvvəlləri etdiyiniz rituallar daha yaxşı işləyə bilər və aprel ayının axırlarına doğru əgər evlisinizsə yoldaşınızın qazancında artış ola bilər ya da borc, kredit, miras kimi mövzularda uğurlar sizdən yana ola bilər. May ayına baxandasa may ayı biraz qalxışlı, biraz düşüşlü bir enerjidə, ciddi münasibət və xarici görünüşünüz gündəmdədir. Mayın 18-dən sonra ciddi münasibətlərə daha da bərk yönələcəksiniz və biraz mübarizələr verə bilərsiniz. Xüsusən mayın 19-undan sonraki iyunun 13-nə qədər olan periodsa sizin həyatınızda xaricə getmək, gəzmək, din, təhsil, səyahət, fəlsəfə kimi mövzularda daha şanslıdır. İyun ayına baxanda biraz enerjiniz aşağı ola bilər, biraz daha sakitləşə bilərsiniz. İyun ayının 13-dən etibarən karyeradan yana daha uğurlu bir dönəmə girəcəksiniz. Bir dönəm karyerada yüksəliş, uğur ya da karyerada qadınlardan gələn şansa daha meyillisiniz. Bundan əlavə olaraq iyun ayının 28-dən sonrası cinsəllik, seksuallıq daha çox gündəmdə ola bilər. Biraz travmatik enerjilər, transformasiyalar, dəyişimlər ya da borc kreditlə bağlı mübarizələr də gündəmə gələ bilər. Bir ya da bir neçəsi. İyun ayının 30-una baxandasa Yupiter 10-cu evinizə keçir. Karyeradan yana olduqca şanslı və dəstəkləyici bir dönəmə girəcəksiniz. Həyatınız karyeradan yana o dönəmdə daha dəstəkləyici, daha gözəl, daha uğurlu ola bilər. İyul ayına baxdığım zamansa seksuallıq bol-bol gündəminizdədir, cinsəllik və borc, kredit, həyat yoldaşının qazancı, başqa yerdən gələn pullar bol-bol gündəmdədir. Və karyera mövzuları da eyni şəkildə. Avqust ayına baxırıq. Avqust ayında enerjiniz biraz sakitləşə bilər, daha duyğusallaşa bilərsiniz. Xüsusən avqustun axırlarına doğru. Avqust ayında karyera evinizdə günəş tutulması olur. Daha doğrusu günəş tutulması da Şir bürcündə günəş tutulması sizə çox güclü təsir edir. Avqustun 10-undan sonra səyahətlərdə biraz ehtiyatlı olun, qəzalara bir damcı meyillisiniz, demirəm çox bir şey. Və avqust ayının 6-sından sonra dualarınız daha yaxşı qəbul ola bilər, amma sevgidən yana çox da şanslı olmayacaqsınız. Amma ola da bilərsiniz zaman-zaman, yəni tamamilə şanslı olmayacaqsınız deyə bilmərəm. Çünki tutulma yenə bir ay tutulması var, o da sevgi, eşq, uşaqlar evinizdədir. Sentyabr ayında yenə enerjiniz biraz sakitdir. Xaricə getmək istəyirsinizsə, gəzmək istəyirsinizsə bu aylar ya da təhsilə yönəlmək istəyirsinizsə bu aylar olduqca iddialıdır. Sentyabrın 10-undan sonra sevgi, eşq, pul mövzuları və xarici görünüşünüzdə qəşəngləşmə daha çox gündəmdə olacaq. Sentyabrın 14-dən sonra bir dönəm qadın qohumlarınızla ya da qohum qonşularla, bacı və s. belə fiqurlarla biraz problemə meyilli ola bilərsiniz. Sentyabr ayının sonu, oktyabr çox hərəkətli olacaq sizin üçün. Bundan əlavə olaraq sentyabrın 28-i Mars 10-cu evə keçir. Əsaslı fokusunuz yenə karyeradır, işdir, karyeradır. Oktyabr ayında bir ara sevgi, eşqlə bağlı bəlkə köhnə flörtlər, köhnədə gündəmə gələn mövzular ola bilər. Oktyabrın sonuna doğru baxdığım zamansa ciddi münasibətlərdən yana şanslı, gözəl enerjilər var. Noyabr ayında yenə fokusunuz karyera ikən bir yerdən sonra artıq özünüz, xarici görünüşünüz ola bilər. Pul, maddiyyatda bol-bol gündəmə gələ bilər. Amma münasibətlərlə bağlı noyabrda xüsusən köhnə sevgilər, köhnə mövzular daha çox gündəmə gəlməyə meyillidir. Dekabr ayının 4-dən etibarən maddi olaraq və sevgidən yana yenə çox şanslı bir dönəmə girirsiniz. Dekabr bol-bol pul mövzularını həyatınızda gündəmə gətirəcək. Ürəyiniz istəsə dekabrın sonlarına doğru səyahət kimi mövzularda gündəmə gələ bilər. Uzun sözün qısası əqrəb bürcləri həm sərt, həm pozitiv enerjilər var və genel olaraq daha çox yaxşı təsirlər alacaqsınız. Sizin üçün uzun sözün qısası 2026 bəzi sərtlikləri özlərində daşısa belə genel olaraq dəstəklənəcəyiniz və gözəl bir dönəmdir. Bundan əlavə sizin üçün bəzi xüsusi tarixlər də demək istəyirəm, dəyərləndirərsiniz. Belə ki, yanvar ayının 3-ü, 6-sı gözəl enerjilərdir, manifestlər üçün gözəldir. Yanvar ayının 8-i özünüzü daha qəşəng, gözəl, cazibəli tapa bilərsiniz. Yanvar ayının 20-si çox qəşəng olacaqsınız, auranız parıldayacaq, sevgiyə daha çox yönələ bilərsiniz. 28-i sizin üçün sərt, ağır enerjilər var, ehtiyatlı olun. O ərəfələrdə yanvarın sonu, fevralın əvvəlləri. Fevral aylarına baxandasa tutulmalarımız baş verir, onu bilirsiniz. Mart ayına baxanda 3-ü spiritual, ruhani praktikalar üçün yaxşıdır. 7-si sevgi, eşq manifest etmək üçün yaxşıdır. Mart ayının 19-u manifestlər üçün yaxşıdır. Mart ayının 22-si ilin ən ruhani, spiritual günüdür. Aprel ayının 17-si sizin üçün
iş həyatı ilə bağlı potensial enerjilər var o ərəfələrdə. Aprelin 25-i kişilərlə bağlı problem yaşaya bilərsiniz o ərəfələrdə. May ayına baxdığımız zaman ya da kişi ya da güclü fiqur, idarə edici fiqurlarla, kişi enerjisi yüksək fiqurlarla. May ayına baxanda öz bürcünüzdə bir dolunay olur. Siz zaten sehirli bir bürcsüz. Ona görə rituallar üçün yaxşı bir dönəmdir. Mayın 14-ü də manifestlər üçün yaxşıdır. İyun ayına baxanda iyun 19 olduqca şanslı və gözəl enerji, bərəkətli enerjilər var. Manifestlər üçün yaxşıdır. Mən bu xüsusi tarixləri verirəm ki, o dönəmlərdə ritual ya da manifest eləmək istəsiniz, yaxşıdır. İyunun 26-sı kişilərdən yana yenə biraz problemdir. Avqust ayına baxanda 27-si şanslıdır. Manifest üçün yaxşıdır. 28-i yenə rituallar, ruhani praktikalar üçün yaxşıdır. Oktyabrın 24-ü sevgi, eşq manifestləri üçün olduqca dəstəkləyicidir. Noyabrın 4-ü manifest eləmək üçün yaxşıdır. Noyabrın 9-u yenə sizin bürcünüzdə bir yeni ay olur. Sehir, ritual, enerji ilə bağlı əladır. Dekabrın 11-i manifestlər üçün möhtəşəmdir. Dekabrın 24-ü də xarici gəzmək, səyahətlər, onu bayaq demişdim, amma axır ki, yəni ruhani enerji də yenə də yüksəkdir. Əziz əqrəb bürcləri, arzulayıram ki, 2026 ən yüksək xeyrinizə xidmət eləyər. Videomu bəyəndisə bəyənməyi, komment yazmağı unutmayın. Mütləq yüksələn bürcünüzə baxın. Ən yüksək xeyrinizə xidmət eləsin. Sevgi və işıqla qalın.